olmasın. Yox, bax, belə təyin olunur, dedik axı. Bax, başdan bir dənə qulaq asın. Bir dənə qulaq asaq. Bax, sonra. Mal lazımdır bunun YF. YF nə idi? Qiymətlər olması. Bunun qiymətlər olması. Bu nəsə qiymətlər olacaq. Mən buraya yazacağım. Sonra sinus həmən qiymətini yazacağım, düzdür? Deməli, birinci bunun qiymətlər olmasından danışıram. Bu, harada təyin olunubdur? Düzdürmü? Deməli, bura qiymət yazılacaq. Mən dərəcəyə gedəcəm daha. Düzdürmü? Tərsi edəməkdir funksiyaya daxil. Yaxşı, deməli, deyirəm ki, kotangensin təyin olunmadığı bucaqlar lazımdır buna. Kotangensi harada təyin olunmuyor? 0-dan 180-də. 0-dan 180-də təyin olunmuyor özlərində, amma o aralıqdan qiymətlər almağı bacarır. Deməli, 0-da təyin olunmadığına görə biz də 0-ı saymayacaq. 0 dərəcəni saymayacaq. İndi bizə lazımdır sinusun qiymətlər olması. Əgər argumenti belə olmasaydı, sinus tək dərəcədən demirik, -1-dən 1-dir. Düzdürmü? Amma bizə hansı rüb aralığında lazımdır? 0-180. Düzdürmü? 0-180 də birinci ikinci rübdür. Deməli, mən buradayam. Birinci ikinci rübdəyəm. Əgər sinusdan danışıramsa, sinus y-dir. Birinci ikinci rübdə və sinus həmişə nədir? Müsbət. Deməli, mənfi olası deyil. Sonra 0 da olası deyil. 0 almayacaqdır və yuxarıdayam. Və patolog qiyməti nədir sinusun? 1. Sonsuzluq da ola bilməz. Daha düzdür. Niyə sonsuzluq olsun ki? İkizə variant arasında qalmışıq. Burada da deyirəm ki, təyin olunmuyor axı. Düzdür. Təyin olunmadığına görə, 0-da kotangens təyin olunmadığına görə buranın cavabı 0 eləməyəcək. Sinusda 0-da 0 eləyir axı. Bir də 180-də 0 eləyir da. Sən də nə 0 almayıbsan, nə 180 almayıbsan. Yumrudasan axı, qorxusan axı ondan kotangens olaraq. Ona görə o da almayacaqdır. Ona görə bir dənə 0 almayacaq, amma 1 alacaq. 1-i niyə alır? Çünki bu arada bir 90 var. Sinusda 90 dərəcədə nədir? 1. Ona görə 1-i alır, 0-ı almır. Aralığımız olur 0-1. Çatır.